Hamınızı salamlayıram. Bugün börək bişirəcəm. Börək üçün dəqiq heç bir resepti vermirəm. Hamısını gözə yarı götürürəm. Demək, içliyi üçün bizə lazımdır ispanaq, kişniş, şüyüd. Varsa göy soğan, yoxdursa adi soğanla onu əvəz eləyəcəm. Nar lazımdır dənələmək, pendir və aralarına yağ sürtəcəyik ki, yağlı olsun, həm də quru olmasın da. Xəmirimiz üçün ən sadə xəmir, un, duz və su. Başqa heç nə. İndi mən xəmiri yoğurum, sonra qızlarım kömək eləsinlər, dərələyək. Sonra göyərtini yuyub doğrayacaq. Pendiri hələ çörpədən keçirdik. Narı dənələdik, soğanı xırda-xırda doğradıq. Ardıca göyərtiləri tökürəm. Göyərtiləri çox xırda doğramıram. Hardasa 1 santim enliliyində doğrayıram. Töküb qarışdıracağıq. Artıq içliyimiz hazırdır. Xəmirimiz də biraz dincəldi. İndi xəmirimizdən kündələr ayırıb başlayacağıq yaymağa. Artıq xəmirimizi kündələrə ayırdıq. İndi bunları başlayacağıq bir-bir yaymağa. Onu da deyim ki, əgər istəyirsinizsə, xəmiri çox nəzik yayasınız, çox nəzik. Onda məsləhət görərdim ki, un səpəndə kraxmalla qarışdırasınız. Kraxmalla qarışdırılan ya da kraxmalda xəmiri yayasınız. Kraxmalla yayılan xəmir həmişə çox nəzik olur. Demək, listimizi unladıq. Duxovkamızı qoşmuşam uje. Listimizi unladıq. Bir əndən çəkirəm, nəsə rahat deyil. Və yaydığımız yuxanı bura səririk. Bir də belə. Bu artıq qalanlardan heç bir ziyan yoxdur. Dursun. İndi bura biraz yağ, kərə yağı tökəcəm, ərinməmiş halında. Sonra üstünə göyərti səpəcəyik. Artıq axırıncı layımızı da yaydıq, örtdük üstünü, qıraqlarını içəri bastaladım. Demək, bir yumurta sarısına bir damcı su tökdüm. İndi onu üstünü isladırıq yumurtanın sarısıyla və üstünə küncüt səpib qoyacaq pişsin. Artıq küncütü səpdik, qoyuruq pişməyə. Artıq börəyimiz hazırdır. Buyurun, siz də pişirin, bizimlə qalın, hələlik. Baxın, çox gözəldir, çox dadlıdır. Üstü xırxırtdır, onu da deyim ki, çıxardandan sonra üstünə yağ sürtdüm. Üstü xırxırtdır, içi də yumuşacıqdır.